Xəbərə keçməmişdən öncə videonu like edib kanala abunə olun ki, xəbər hər kəsin qarşısına çıxsın. Velizar ləqəbi ilə tanınan tiktoker Məmmədov Salman həbs olunub. Bakupost.az xəbər verir ki, onun barəsində İnzibati Xətalar Məcəlləsinin internet informasiya ehtiyatında və ya informasiya telekommunikasiya şəbəkəsində yayılması qadağan edilən informasiyanın yerləşdirilməsi maddəsi ilə protokol tərtib edilib. Müvafiq qərarla Salman Məmmədov inzibati qaydada həbs edilib. Qeyd edək ki, bir neçə gündür TikTokda Velizarın canlı yayımına 80 min nəfərin qoşulduğu bildirilir. Bu qədər adamın onun canlısına qoşulmağı ciddi müzakirələrə səbəb olub. Xatırladaq ki, sosial şəbəkələrdə əxlaq normaları ilə bir araya sığmayan informasiyaların yayımına qarşı polis əməkdaşları tərəfindən profilaktik tədbirlər davam etdirilir.